Salam değerli izləyicilər, müğənnilər Tacir Şahmalıoğlu və Əminə Şirin arasında qalmaqal davam eləyir və sənətçilər oxuduqları Ölüm Haqqdır mahnısını bölüşə bilmirlər. Əminə rəngarəng verilişində mahnını pulla aldığını və Tacirin oxuduğu eyni mahnını YouTube'dan sildirmə hüququnun olmasını deməsi Tacir Şahmalıoğlu'nu özündən çıxarıb və tərəflər canlı efirdə bir-birinə belə deyək, necə deyirlər, od püskürüblər. Xanım ifaçı isə verilişə telefonla bağlanıb Tacir Şahmalıoğlu'nun Əminə Şirini tanımıram, onu tanımaq istəyirəm, mənimlə bir yerdə olmayıb, səmimiyyətimi harda görüb, onun mənim ifamı sildirməyə gücü çata bilməz. Onu sildirsə sənətdən gedərəm sözlərinə Əminə mahnının hüquqları rəsmi şəkildə məndədir. Onun şəxsiyyətinə və sənətinə söz deməyə haqqım yoxdur. Qaldı ki, mənə dərs deməyə mən Vaqif Gərayzadə məktəbi keçmişəm, mən kiməsə söz öyrədərəm, kimsə mənə yox. Nə vaxta kimi haqqıma girəcəksiniz, mahnının haqqını verməmişsiniz, belini sındırmışsınız. Deyirsiniz, qabağıma qoyub sizə söz öyrədərəm və bilirsiniz mənə kimlər söz öyrədib deyərək cavab verib.